Peyğəmbər buyurur ki, ilk olaraq Allah mənim nurumu yarattı. Onun nurundan Əlinin nuru qopdu, Fatimənin nuru qopdu, imamların nuru qopdu. O ki, onun nurundan Əli əleyhissalam ayrılıb, həmin Peyğəmbərin eşqi yönəlib Əliyə. Çünki onlar hələ o aləmdə bir olublar axı, ondan ayrılıb. Peyğəmbər zirvədir, ona çatmaq üçün gərək onu sevdiyini sevəsən ki, gedib Peyğəmbərə çatasan. Ona görə deyir ki, Ənə Mədinətül ilm və Aliyyum babuha. Mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Əlini sev, çünki Peyğəmbərin sevdiyi. Yavaş-yavaş görürsən Peyğəmbərin eşqi də qəlbi. Çünki Peyğəmbər çox zirvədir, çox ucadır, çox yüksək məqamdadır. Onun qucağında böyüyüb əleyhissalam, onun qucağında böyüyüb. Deyir ki, öz əli ilə yemək yedizdirirdi mənə. Yeməyi ağzında həll edirdi Peyğəmbər, ona verirdi. Yəni atadan da çox. Peyğəmbərin canıdır Quran deyir. Quranın sözüdür. Əli Peyğəmbərin canıdır.